Salam, hər vaxtın xeyir olsun əziz dost. Bəlkə də sən məni bu video vasitəsilə ilk dəfədir görürsən. Bəlkə də illərdir tanıyırsan. Amma fərqi yoxdur, hansı olur olsun, evimə xoş gəlmisən. Elə rahat əyləşim, elə söhbətimizə başlayaq. Mən Mahalam. 12 ildir ki, marketinq sahəsində fəaliyyət göstərirəm. Normalda amma 17 illik iş fəaliyyətim var və 17 yaşımdan, indi də 34 yaşım var. Demək olar ki, hər gün, Allahın verdiyi hər günü çalışmışam. Və bu illər ərzində o qədər ürəyim doludur ki, o qədər səninlə bölüşmək istədiyim nüanslar, mövzular, paylaşmaq istədiyim bilgilər var ki, bunu ən yaxşı halda elə səni öz evimə qonaq dəvət edərək, rahatlıqla, rahat əyləşərək, əlində bir stəkan çay, düzdür, mən çatdıra bilmədim, çayımı götürə bilmədim. Amma sən bu videoya baxırsansa, mütləq ki, özünə bir qəşəng bir çay süz, bir kofe dəmlə, rahatlıqla otur bax. Çünki mənim evimdə olan bu videolar silsiləvi olacaq Allahın izni ilə və bu videolarda sənə çox fayda verən, dəyər qatan, həyatını rəngləndirən, səni daha da yüksək pillələrə qalxmağına yardımcı olan bilgilər olacaq ki, zaten məni əgər tanıyırsansa, illər boyu 8600 insandan çox iştirakçıya təlim keçmiş bir mentor olaraq ən böyük çalışdığım, həyatdakı məqsədim qarşımdakı insana bir dəyər qatmaqdır. Bu hissəni geridə qoyduq. Soruşa bilərsən ki, Mahal, niyə o boyda yer, belə deyək də, Azərbaycanda, Bakıda yerimi qalmadı? Sən elə gedib öz evinin bir hissəsini, bir küncünü bir video üçün çəkirsən. Tam səmimi deyim, bəlkə də bu sualı bəlkə də heç sən düşünmürdün, amma tam belə dostcasına müzakirə eləyirik. Bəlkə də heç bu sualı sən düşünmürdün. Mən bunu həftələrlə beynimdə müzakirə eləyirəm özümlə. Sadəcə oturub düşünəndə nəticə o olur ki, Mahal, hədsiz dərəcədə planlamalarım var və bunların arasında bir də zaman eləyib hər mövzu üçün harasa getməyə bir zaman olaraq imkan olmur. Bəli, tam səmimi deyirəm, imkan olmur. Zaman olaraq soruşsan ki, Mahal, nə edirsən? Mənim bir brendim var, adı Xanım Qızdır. Hansı ki, biz qızlarımız üçün maraqlı həm əl işlərimiz var, həm trenddə olan məhsullar var, maraqlı məhsulları təklif edirik orada. Aksesuarlardır, xanımlarımız üçün aksesuarlardır. Növbəti brendim var balamla bağlı. Balam üçün mənim bir oğlum var. Allah hər kəsin övladını saxlasın və bu brenddə də öz övladım üçün məsləhət gördüyüm, bildiyim, inkişaf etdirici mövzuların hamısını, mövzu dediyimdə oyuncağı nəzərdə tuturam, bunların hamısını satışlarını aparırıq ki, məqsədimiz körpələrimizin beyin inkişafının daha da sürətli formada aparılmasıdır. Bir sıra şirkətlərlə də əməkdaşlıq eləyirik, hansı ki, biz onlara korporativ oyuncaqlar satışlarını eləyirik, oyuncaqların satışlarını. Daha sonra mənim bir kitabım var, Enerjili Marketinq, onun satışları ilə məşğuluq. Alinino, Librav, onlayn da ala bilirsiniz, bir sıra mağazalar var, mənim özümdən də ala bilirsiniz. Yəni, bunun strategiyalarını gündəlik olaraq aparmaq, həyata keçirmək var. Daha sonra 17 adında marketinq notebookum var, onun eyni qayda ilə strategiyalarını daima çalışırsan ki, həyata keçirdəsən. Daha sonra mənim fərdi təlimlərim var, qrup təlimlərim var, biznes konsultasiyalarım var. Dayanmadan işləyən, qarışqa kimi işləyən qarşımda bir Mahal var və minlərlə şükürlər olsun Allahıma. Çox-çox şükürlər olsun ki, bu time management hissəsini rahatlıqla apara bilirəm deyə bütün bu işləri görə bilirəm. Sadəcə həm ailə baxımından, həm uşaq baxımından, həm digər işlər baxımından və
bu hissədə də səninlə bölüşmək istədiyim, səninlə dolu-dolu danışmaq istədiyim dəqiqələrlə, yəni evimdə səni qonaq eləmək istədiyim mövzular var, hansı ki, dəyər qatacaq. Elə o mövzuların da hər dəfəsində 2-3 çəkib, sonra gedim hansısa bir podkast yerinə, çəkilən yerə gedim oradan vaxt bitəndə yenidən zaman eləyim, gedim. Onu eləmək istəmirəm, çünki rahat bir Gülşən var artıq. Evdə adam olmayanda yandıracağam kameranı, çəkəcəm, edit eləyəcəm və rahatlıqla səninlə danışa biləcəm. Belə uzun müddətli, bu video çox uzun müddətli olmayacaq. Əsas odur ki, Mahalı tanıdın. Mahalın bu arada deyim ki, təlimlərimi zaten bildirdim, keçirəm. Məni Instagram səhifəmdə, baxın burada əlavə eləyəcəm. Instagram səhifəmdə, LinkedIn-də, YouTube zaten bilirsən, Facebook səhifəmdə izləyə bilərsən, rahatlıqla izləyə bilərsən. Çünki orada da sənə dəyər qatacaq postlar paylaşıram, mövzular bölüşürəm. Əminəm ki, sənin üçün dəyərli bir zaman dilimi olacaq və mən sənin tanıdığın çox yaxşı insanlardan biri olacağam. Növbəti videoda yenidən görüşərik.